Artıq ikinci aydır ki, açdığım bu səhifədə çalışdığım qədərilə biri-birindən maraqlı filmlər paylaşıram. Amma bir mövzu var ki, izləyicilərin yazdığı şərhlərin bir çoxusu bu mövzu ətrafında birləşir. Bir çox izləyici Azərbaycan dilində dublyajları bəyənmir. İndi ortaya bir sual çıxır. Həqiqətənmi Azərbaycan dilində olan dublyajlar zəif və bərbaddır? Yoxsa ki, bizim zövqümüz müxtəlif xarici dillərdə film izləməyə öyrəşib? Bunu test eləmək üçün bir filmdən eyni kadrı müxtəlif dillərdə paylaşacağam. Videoları izlədikdən sonra hansı dildə olan dublyajların daha maraqlı olduğunu şərh bölməsinə qeyd etməyi unutmazsınız. 16 yıldır kızımın güvenliği ve korunması sadece benim sorumluluğumdaydı. Şimdi hayatında ilk defa bu sorumluluğu sana veriyorum. Sakın mahvetme. Yoksa annen kalan hayatında tekerlekli sandalyeni sürerken çok ağlar. Anladın mı? Evet. Последние 16 лет за безопасность моей дочери отвечал я и только я. И впервые за всю ее жизнь я должен передать эту ответственность. Не облажайся, сука. Или твоя мама будет рыдать, катая тебя в коляске до конца твоей жизни. Ты меня понял? Da. Son 16 ildə qızımın təhlükəsizliyi və sağlamlığı ilə ancaq və ancaq mən məşğul olmuşam. Həyatımda ilk dəfə olaraq mən bu məsuliyyəti sənə tapşırıram. Gərək hərəkətlərinə diqqət edəsən, yoxsa sənin ananı ağladaram. Səni elə günə qoyaram ki, yaşadığına peşman olarsan. Başa düşdün nə deyirəm? Bəli. Daha çox biri-birindən maraqlı videolar üçün kanalı izləməyi unutmayın.